Hörmətli izləyicilərimiz, bu gün də sizə olimpiada sualının izahını vermək istəyirəm. Bu sual sırf əzbərçilikdir. Yəni burada görürük ki, çətin sözlər verilib, cavablara baxanda bu sözləri hər gün dilimizdə işlətmədiyimiz üçün, hər gün eşitmədiyimiz üçün bunları tapmaq bizə çətin olur. Ona görə də nə etməliyik? Daha çox əsərlər, kitablar oxusaq, bu sözlər də bizim yaddaşımızda qalar. Hansı sözün leksik mənasının izahı verilməyib? Bilik, bacarıq və vərdişlərin inkişafına yönəlmiş fəal tədris metodu, yuxarıya doğru getdikcə nazikləşən yonulmuş daş sütunundan ibarət abidə, nəyinsə keyfiyyətini, dəyərini göstərən bir şey, oxşatma, bir şeyin saxtasını düzəltmə. Məhək, imitasiya, obeliks, trening, qravüra. İndi biz bir-bir baxaq. Bilik, bacarıq və vərdişlərin inkişafına yönəlmiş fəal tədris metodu adlanır trening. Yuxarıya doğru getdikcə nazikləşən yonulmuş daş sütunundan ibarət abidə, obeliks. Nəyinsə keyfiyyətini, dəyərini göstərən bir şey məhək, oxşatma, bir şeyin saxtasını düzəltmək isə imitasiyadır. Burada qaldı qravüra. Onu qeyd edim ki, orfoqrafiya lüğətində qravür kimi yazılıb. Siz də qravür yadınıza saxlayın. Qravüra yəqin ki, səhvdir, burada yazılsa da. İndi mən istəyirəm ki, həmin sözlər birbaşa lüğətdən də sizə göstərim ki, sizə tam aydın olsun. Şübhə qalmasın. Məhək, qızıl və gümüşün əyyarını təyin edən cins daş, yəni burada var idi, nəyinsə keyfiyyətini, dəyərini göstərən bir şey. Orada məhək uyğun gəlir. İmitasiya, bir şey təqlid etmə, bənzətmə, yamsılama, təkrarlama. Obeliks, yuxarıya doğru getdikcə nazikləşən yonulmuş daş sütunundan ibarət abidə. Qravür, klişedən alınan şəkil, oyma üsulu ilə üzərində şəkil əks etdirilmiş lövhəcik oymaçılıq sənəti. Buna aid heç bir orada cümlə yox idi. Ona görə cavab qravür oldu. Trening müəyyən sahədə bilik və bacarıqların artırılması məqsədlə təşkil olunan qısa müddətli təlim. Yəqin ki, bu sual uşaqlar sizə tam aydın oldu və bu sözləri tez-tez dilinizdə işlətməyə çalışın ki, həm yadınızda qalsın, həm də qarşınıza çıxanda düzgün cavab yaza biləsiniz. Sağ olun.